Bugünkü gündə artıq Çin avtomobilləri əvvəlki kimi keyfiyyətsiz və dözümsüz deyil. Əksinə olaraq dünya bazarında öz sektorlarının içində ən çox satış etmiş, ən dözümlü və güclü olan avtomobil sektorlarında birincidir. Mən deyərdim ki, bugünkü gündə hava şəraiti ilə asılı olaraq, məsəl üçün bizim bəzi qonşu dövlətlər və qeyri başqa dövlətlərdən Azərbaycana ixrac olunacaq avtomobillər vardı ki, gətirilən maşınlar vardı ki, Amerikanka, Evropeyka avtomobillər vardı ki, onların da içində suya düşmüş avtomobillər vardı. Onların heç 90% Çin avtomobilləri deyildi. Yəni bugünkü gündə Azərbaycanda və yaxud da hansısa bir dünyanın hər hansısa bir yerində yaranmış hava şəraiti ilə bağlı olaraq təkcə Çin avtomobilləri yox, bütün avtomobillər onun qurbanı ola bilərdi. Bu birmənalı olaraq birinci şərtdir. Və ikinci növbədə bizim avtomobil sahəsi olaraq avtoservisimizdə təkcə Çin avtomobilləri deyil, Amerikanka olan, Evropeyka olan və bütün modellərin hər birindən ən azından Çin avtomobillərindən 3-ü, 5-i gəldisə, onların hərəsindən bir dənə, 2 dənə gəldilər. Yəni demək olar ki, 25, 30, 40 avtomobilə qədər bizim servisimizə bizə müraciət edən, suya düşmüş, problem yaranmış avtomobillər gəldi. Niyə görə orada çoxluq təşkil edən sual çıxır ki, niyə görə Çin avtomobilləri oldu? 2025-2026-cı ildə yeni istehsal olunmuş, yeni müasir olacaq, öz siniflərin arasında sözünü demiş komfortu ilə və yanacaq baxımından ən qənaətcil olan avtomobillərdilər. Bunlar Azərbaycanda nəinki sürücülər, heç ustalar tərəfindən olaraq bunların tam şəkildə necə istifadə, necə yanaşma qaydası bəlli deyil. Bir çox yerlərə bəlli deyil. Çünki dəfələrcə şahidi olmuşuq ki, servislərdən bu servizdən o servizə, o servizdən o birisi servizlərə evakuator daşınma vasitəsilə avtomobillər aparılır. Aparılmaqda səbəb odur ki, onların dərdi tapılmır. Bu demək deyil ki, Çin avtomobilləri problemdir. Bundan əvvəl olaraq başqa modellər çıxmışdı. O maşınlar gəlmişdi ki, yanımıza. O maşınlar da bu cür şəkildə bu hala salmışdılar. Bundan əvvəl də bir neçə il bundan əvvəl başqa bir tanınmış bir modellə yeni gələndə Azərbaycana, yeni çıxanda ki, öz bazarında sözün demiş bir avtomobil olanda onlar haqqında da bu cür yanlış fikirlər vardı. Zaman keçdikcə, vaxt keçdikcə staja əsasən olaraq ondan sonra avtomobilin yavaş-yavaş bütün incələyirsən. İncələdikcə də daha asan və daha rahat gəlmiş olur. Bugünkü gündə o avtomobillər haqqında danışılmış hər hansısa bir yanlış verilmiş hansısa bir qərar yanlış bir fikirdir. Yanlış bir sözdür ki, avtomobillər keyfiyyətsiz bir avtomobillərdir. Düzdür, suda onların bataryası aşağıda olduğuna nisbətən olaraq onları dərin su qovşaqlarından keçməsi, saxlanması qadağandır, olmaz. Onların məsəl üçün üstünlükləri başqa modellərə baxanda yanacaq sərfiyyatı ilə komfortunda yüksək olduğuna görə hardasa ABS sistemində o qədər güclü ola bilməz. Məsəl üçün ora başqa markalarda biz əlavə edə bilərik. Başqa Amerikanka və yaxud da Nimesin belə deyilən maşınları vardı ki, onların tormuzu necə tutur, onların komfortu necədir, onların çəkməyi necədir. Bu maşınların onlardan üstünlükləri olduğu, bəzi hallarda üstünlükləri varsa, zəif yerlərdə olmalıdır. O modelə markaya əsasən olaraq dəyişir.